Ümumiyyətlə Azərbaycan xalqının qida rasionunda ət məhsulları sırasında qoyun əti xüsusi yer tutur. Adətən quzu ətini daha məqbul hesab edirlər. Amma bu onunla bağlıdır ki, quzu ətində əzələ toxuması tam formalaşmadığı üçün, hələ qida tərkibi, füzul tərkibi, mineral maddə tərkibi tam formalaşmadığı üçün biraz zərifdir deyə asan həzm olunur. 6 aylıqdan kiçik quzuların kəsimə getməsi həm elmi baxımdan, həm iqtisadi baxımdan, həm də dini, ənənəvi, etik normalar baxımından məqsədə uyğun deyil. Nəyə görə? Çünki 6 aydan kiçik olduqda quzu hələ südlə yemlənir deyə diş sistemi, mədə-bağırsaq sistemi formalaşmıyordu. Həm də etik baxımdan bu düzgün deyil. Südlə bəslənən bir körpə quzu məsumluq baxımından bir simvolik rəmzidir. Yəni körpə heyvana toxunmaq əslində düzgün deyil. Burada vicdan məsələsi, insaf məsələsi də artıq önə çıxır. Digər tərəfdən dinimizdə də 6 aylıqdan kiçik quzuların kəsilməsi doğru hesab edilir, günah hesab olunur.